İki əsrdən artıq dövrə şahidlik edən Zaqatala qalası. Yenilməz batalyon, Cavad xan filmlərinin çəkildiyi bu qala Zaqatalanın keşməkeşli tarixindən bizə yadigar qalıb. Çar Rusiyası tərəfindən inşa edilən bu qala hazırda qoruğa çevrilib. Əməkdaşımız Nigar Davudovanın qala haqqında maraqlı faktlarla zəngin video materialını sizə təqdim edirik. Tikinti üslubuna görə göz oxşayan Zaqatala qalası rayonun ən yüksək hissələrindən birində inşa olunub və strateji baxımından tarixən böyük əhəmiyyət kəsb edib. Qalanın divarlarını topla dağıtsalar da, heç vaxt onu mühasirəyə almaq mümkün olmayıb. Bəs Çar Rusiyası tərəfindən bu ərazidə belə bir qalanın tikilməsində məqsəd nə idi? Zaqatala qalası 1830-38-ci illərdə Zaqafqaziyada olan Rus qoşunlarının komandanı General Feld Marşal İvan Paskeviçin əmri ilə tikilmişdir. Qalanın tikilməsi üçün əlverişli olan yer Paskeviç tərəfindən tikilmiş, seçilmiş və burada olan əhali başqa yerə köçürülmüşdür. Qalanı tikməkdə Çar hökumətinin iki məqsədi var idi. Birincisi, qala gələcəkdə yerli xalqların qaldırdığı qiyam və üsyanların yatırılmasında dayaq məntəqəsi rolunu oynamalı. İkincisi isə Dağıstanı cənubdan tutmaq üçün istifadə edilməli idi. İnşasında çaydaş, çiy kərpic və əhəngdən istifadə olunan qala divarlarının hündürlüyü 3-5, eni 2 metrdir. Divarlarda 1 metr aralıqlarla ümumilikdə 1800 mazğal qoyulub. Hazırda ərazisinə 17 abidənin daxil olduğu qalanın 3 böyük giriş qapısı var. Aparılan qazıntılar zamanı hər biri 1 ton aralığında olan 2 səhra topu aşkarlanıb. Çuğun materialdan hazırlanan topların atış məsafəsi 1000 metrdir. 10 metr yüksəklikdə yerləşən müşahidə bürcü yuxarıdan dağ kəndlərini, aşağıdan isə Tbilisi yolu nəzarətdə saxlayırdı. Və bu müşahidə bürcünün qalanın şimal-qərb hissəsində tikilməsinin əsas səbəbi isə əsas gələn təhlükənin dağ kəndlərindən olması olub. 11,5 hektar ərazidə yerləşən qalada Zaqatala dairə rəisinin bir mərtəbəli evi, xəzinə binası, qarnizon rəisinin fligel mənzili, həbsxana, hərbi xəstəxana, hamam, kilsə, zabitlər üçün 2 mərtəbəli kazarmalar, su kəhrizi, müşahidə bürcü yerləşirdi. 19-cu əsrdə inşa edilən qala divarlarının içərisində dərinliyi 5 metr olan su kəhrizi mövcuddur. Bu su kəhrizi Rus ordusunu su ilə təmin edib və bu kəhrizə çəkilən suyun mənbəyi dağlardan gətirildiyi deyilir. Lakin bu mənbənin tam olaraq hardan gəldiyi uzun illər boyunca gizlədilib. Bunun səbəbi isə həmin dövrdə suya hər hansısa bir zəhərli maddənin qatılaraq Rus ordusunun məhv edilməsi qorxusu olub. Tarixi abidənin yerləşdiyi qala düzü ərazisində yaşayış binaları da tikilib. Bu tərəflərə qala düzü deyirlər. Burada Zaqatalanın ən gözəl yerlərindən biridir. Həm havasına görə, həm də burada tarixi abidənin olması özü elə bir gözəllik deməkdir. Burada tez-tez turistlər gəlir, əsasən yayda baxırlar. Buradan keçəndə bizdə də bəzi suallar verirlər. Biz də bildiklərimizdən onlara deyirik. Qonaqlarımız da gələndə tez-tez bu qalanın içini də gəzdiririk, çölündən də göstəririk. Bir vaxtlar işğalçı Çar Rusiyası tərəfindən yerli xalqların hücumundan qorunmaq üçün inşa edilən və hazırda qoruq kimi fəaliyyət göstərən bu qala Zaqatalanın tarixi ilə maraqlanan hər kəsin üzünü açıqdır. Nigar Davudova, Vüqar Mirzəyev, Xavər Zahirova, Fatimə İsmailova, xəbərlər.